Salam, axşamınız xeyir olsun. Dostlar, xoş gördük hər birinizi. Deməli dostlar, bugünkü videomuzda bir bağlanmış saytla bağlı danışacağıq. Qısa bir video olacaq. Xatırlayırsınızsa bir ay bundan qabaq mən Zevsin bizə tanıtdığı yatırım saytını videosunu çəkmişdim uşaqlar. Və artıq videonun başlığından da məlumdur ki, söhbət nədən gedir. Qarşısına yazmışam skam və şəkilli sayt bağlandı olaraq əlavə eləmişəm. Bəli dostlar, Zevsin bizə tanıtdığı real biznes saytı artıq bağlandı. İndi bilmirəm kim nə qədər yatırım elədi, kim nə qədər pul batdı. Yəni mən hər videoda bu videoyu çəkərkən həmişə mən sizə xatırlatma eləyirəm ki, yəni yatırım tövsiyəsi deyil və böyük bir məbləğdə risk eləməyin. Daha doğrusu burada yatırımsız da qazanmaq mümkün idi. Yəni yatırımsız qazanmaq mümkündürsə nəyə görə yatırım eləyəsiniz? Yəni real biznes saytı, yəni bu bina alırdıq buradan. Yəni söhbət bu saytdan gedir uşaqlar. Yəni giriş eləyəcəm, bu dəqiqə sayta baxacaq. Yəni açılmır, rəsmən bağlanıb sayt. Görürsünüz uşaqlar, yəni sayt açılmır, bu siteye ulaşılamıyor. Və yenilik saytı görürsünüz, yəni açılmır. Sayt bağlanıb, yəni atdılar, qaçdılar uşaqlar, belə deyim. Və Zevs belə bir Telegramda belə bir video paylaşıb uşaqlar, daxil olaq Telegrama. Deməli dostlar, Zevsin Telegram kanalına daxil olduq. Yəni sayt pul ödəməməklərlə bağlı bir video çəkib paylaşıb. Sadəcə bu videoya baxın və kommentdə özünüz rəy bildirin ki, yəni tam olaraq bu adam nə demək istəyib, məqsədi nədir bu adamın. Hamıya salamlar. Xəstə video çəkmək məcburiyyətindəyəm. İstəyirdim sabah çəkəm. Deməli çox komment yazır ki, reklam elədiyin oyun nə bilim, çıxarış vermir. Birincisi belə bir şey deyim. Dünən kripto var, özüm çıxarış eləmişim, bu bir. İkincisi də ki, vermir, mənim bir şeyimə ki. Mən qarış blogerəm, mən reklamla məşğulam, düzdür? Üçüncüsü də ki, mən belə 5 dənə, 10 dənə yatırım saytlarında, iqralarda iştirak edirəm. Və disclaimer də qoyuram ki, yatırım tövsiyəsi. Uşaqlar, burada deyir ki, disclaimer qoyuram və yatırım tövsiyəsi deyil sözünü əlavə eləyirəm. Uşaqlar, yəni bu disclaimeri sayt bağlanandan sonra əlavə elədi sayta, yəni kanaldakı videoya. Yəni başlıqda bu saytı bizə tanıtdırarkən başlıqda nə disclaimer yox idi, nə bir şey yox idi. Sadəcə bu sayt bağlanandan sonra bu adam disclaimeri əlavə elədi ki, sonradan sayt bağlansa, bunun üstü nətə deyərlər, yəni üstünə düşməsinlər bu adamın. Yəni sadəcə burada yalan danışır uşaqlar. Yalan danışır deyəndə ki, yəni özünü təmizə çıxartmaya çalışır burada. Deyir. Bunları biz nə görə qoyuruq? Bəzi cındırlar, sabah bir gün dillər uzun olmasın. Başa düşdünüz? Nəsə qısa konkret onu demək istəyirəm ki, siz elə bir şey yox. Zevs nədir, gücünə var, düşüb ortalığa, ata reklam eləməyəcək falan. Qardaş, mənim pulum buradan çıxır. Mən blogerim, başa düşürsünüz? Uşaqlar, burada düz deyir. Yəni bu adam blogerdirsə, yəni bu adam reklam eləməlidir. Sadəcə bunu düz deyir, sadəcə bir şeydə səhv eləyir ki, yəni hər video çəkəndə tamam da, yəni erməniləri aldada bilər, rusları aldada bilər, nə bilim, hansısa bir qıraq bir ölkədə yaşayan adamları aldada bilər. Sadəcə öz millətini biraz aldatmağa biraz adama yer eləyir də. Yəni tamam da, yəni reklam çəkirsən, video çəkirsən, blogersən, yəni hər yatırım sayt çəkəndə, video çəkəndə, yəni bunun bir başlığına bir disclaimer qoymalısınız. Yəni sayt bağlanandan sonra bu disclaimer qoymanın bir mənası yoxdur. Video çəkirsən, başlıqda bir disclaimer qoy. Disclaimer də qoymur. Niyə? Çünki reklam verən adam baxacaq videoya ki, hər disclaimer qoyub ki, video yatırımdan yayındırır cəmaatı, başa düşdün nətər. Ən azından bir səsli formada, bir qıraqda bir yatırım tövsiyəsi deyil falan filan isə bir uyarı verərdi. Yəni ən azından bir bizim millət yenə də bu uçuruma aparmazdı uşaqlar. Yəni bloger də düzdür. Yəni mən də bir çox biraz kütləm var. Mən də arada bir bu reklam tipli bir videolar çəkirəm. Yəni boynuma alıram və hər video çəkəndə uşaqlar mən yəni səsli formada deməsəm də mən orada ipucu verirəm ki, yəni kanaldakı abunəçilər başa düşür ki, çox başa düşür ki, yəni mən bunu reklam olaraq çəkirəm. Normalda mənim kanalımda yəni ən çox yəni yatırımsız
qazanc verən videolar çəkirəm mən. Yəni yatırımlı videolardan o qədər də mən belə marağım yoxdur. Yəni o qədər də çəkib eləmirəm mən. Sadəcə Zevs burada məsələn hə düz deyir. Yəni bloger olub reklam eləməkdə hə düzdür. Yəni bu adam youtuberdir. Yəni normaldır. Yəni bu adamın gəliri buradan çıxa bilərsə. Sadəcə o video çəkəndə, yəni burada bir başlıqda video çəkəndən sonra başda bir disclaimer buraxsa daha yaxşı olardı. Daha yaxşı olardı istifadəçilər də və kanalda 1 milyon çox istifadəçisi var uşaqlar. Yəni daha çox istifadəçilər şey eləyərdi ki, yəni reklam tipli bir videodur. Sadəcə bu insan video çəkəndə elə bir güvəndirici şəkildə danışır ki, yəni nə disclaimer buraxır orada, nə bir orada bir ipucu buraxır, yatırım tövsiyəsi deyil falan. Heç bu barədə ümumiyyətlə bir söz buraxmır uşaqlar orada. Başa düşürsüz nətər? Yəni belə. Yaxşı təklif olsa, mən bu dəqiqə Lüboy şey reklam edərəm. Açığı. Prosta yaxşı təkliflər var onsuz da. Yaxında indi bir-birinlə əməkdaşlıq edəcəm. Yəni deyim qabaqdan bilin. Baxın uşaqlar deyir burada ki, yəni yaxşı təklif olsa başqa bir saytda reklam eləyərəm. Gələcəkdə yaxında da Birwin saytı var, kazino saytı. Halbuki mən YouTube'da bu Birwin haqqında da mən video çəkmişdim. Baxın, mərd saytları sizi uçuma aparır. Görürsünüz, Birwin kazino qumara yox deyək. Halbuki mən bu saytı çəkmişdim sizə. O saytdan bəhs edir bu adam, o saytın reklamını aparacaq. Yəni uşaqlar belə bir tövsiyə eləmək istəyirəm sizə. Yəni sırf yatırım tipli olan saytlar sizin qarşınıza çıxsa, sadəcə siz ora böyük bir məbləğdə yatırım eləyəndə böyük bir pullar qazanacaqsa anlamına gəlmir o. Yəni yatırım tövsiyəsi deyil əlbəttə ki, yəni mən hər video çəkəndə bunu vurğulayıram. Sadəcə uşaqlar, yəni belə bir tipli saytlar qabağınıza çıxanda sizin, yəni daha gedib maşınınızı satıb qoymayın. Belə bir xəbər çıxmışdı qabağıma. Kimsə 8.000 pul qoyub, 8.000 daha bilmirəm da manat idi, dollar idi, nə idi. Yəni gedib pulu qoyub səhər baxıb görüb sayt bağlanıb. Yəni yoxlamaq məqsədi ilə az bir məbləğdə yoxlaya bilərsiniz uşaqlar. Yatırım eləyə bilərsiniz, hə görüm nə qədərdir, nə tərdir, maraqlı bir şey. Marağımı cəlbədə yatırım elədim. Yəni belə uşaqlar. Ona görə də yatırım tipli saytlar uşaqlar çox ola bilər siz görünüşü biraz necə deyirlər, çəkə bilər. Saytın dizaynı sizin necə deyim, yəni belə çox bir xoşunuza gələ bilər. Yəni bunlar o dərəcədə saytın görünüşünü, saytın dizaynını o qədər gözəl eləyirlər ki, o qədər qəşəng düzəldirlər ki, yəni istər-istəməz adam özü sayta girəndə həqiqətən də bütün varın dövlətin saytı qoymaq istəyir. Yəni o dərəcədə saytın dizaynını qəşəng eləyirlər uşaqlar. Yəni ehtiyatlı olaq, diqqətli olaq. Piramida saytları uşaqlar yəni öz çıxarını güdürlər uşaqlar. Yəni biraz da ehtiyatlı olaq, diqqətli olaq. Yatırım eləməyin, nə bilim mən. Eləmək istəyirsinizsə uşaqlar az bir məbləğdə yatırım eləyin. Yəni çox da belə yatırıma girməyin. Az bir məbləğdə, yəni başlıqda təzə açılan saytdırsa şey eləyin, nədir onun adı? Yəni az bir məbləğdə, yəni yoxlamaq istəyirsinizsə, hə elə. Yəni inşallah gələcəkdə videolar zaten paylaşacağam. Yavaş-yavaş videolar paylaşacağam uşaqlar. Xahiş edirəm kanalımıza abunə olun. Yəni bir çox saytlar paylaşmışam burada görürsüz. Bir çox internetdən pul qazandıran yatırımsız videolar çəkib paylaşmışam. Yəni ödəyən də var, ödəməyən də var. Ödəməyən qarşısında skam yazıram. Ödəyən qabağında heç nə yazmıram. Yəni istifadə eləyin, yaxşı bir qazanclar əldə eləyin. Nəsə bir sözünüz olsa kommentlərdə yazın. Özəl bir şəxsi bir sözünüz olsa Telegram linkimi yerləşdirmişəm ora. Uşaqlar hər şey şəffafdır burada. Hər şey aktualdır. Diqqətli olaq, ehtiyatlı olaq. Yatırımsız qazanmağa baxaq. Bu kripto dünyası elə bir şeydir ki, bu səni bir dəqiqə içində qazandıra da bilər, səni bir dəqiqə içində bankrot eləyə də bilər uşaqlar. Belə uşaqlar, videoda başqa deyəcək qalmadı. Özünüzdən müğayət olun. Yeni videolarda görüşərik inşallah. Sağlıqla qalın uşaqlar. Hələlik.